qaldırılması üçün bir Fatihə-i Şərifə, 3 Qul Huvallah oxuyaq. Lillahi Teala Fatiha. Yaxın gəlsəydəm. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Çox qiymətli qardaşlar, müminin həyatında namaz və zəkat kitabından davam edirik söhbətimizə. Keçən zəkat bəhsindən oxumuşduq bir miqdar. Qaldığımız yerdən davam edirik. Rəbbim xeyirli istifadələr nəsib eyləsin. Çətin zamanlarda zəkat yetməz. Başlıq bu şəkildə. Müfəssir, yəni təfsir alimi İmam Qurtubi rahmetullahi aleyh bu xüsusda iki görüşü belə cəm etməkdədir. Bu xüsusda Əbu Zər radiyallahu anhdan rəvayət edilən görüş bu ayət-i kərimənin ehtiyacın irəli dərəcədə olduğu, möhtaçların, mühacirlərin zəif, Resulullah sallallahu aleyhi ve sellemin də onlara yardım əlini uzadaraq ehtiyaclarını yetəri qədər qarşılamaq imkanını tapmadığı, Beytülmalda, yəni dövlət xəzinəsində ehtiyaclarını qarşılayacaq qədər malın olmadığı, sıxıntılı, qıtlıq illərinin ardı arxasına, üzərlərinə hücum etdiyi zamanlardakı vəziyyəti dilə gətirir ola bilər. İşte bu vəziyyətdə müsəlmanların ehtiyacları xaricindəki malları toplamaları yasaqlandı. Belə bir zamanda qızıl və gümüşün saxlanması caiz deyildi. Ayət hansı ayət idi? Qızıl və gümüşü yığan da onları Allah yolunda infak etməyənlər yoxmu? Qızıl və gümüşü yığıb da Allah yolunda, onları Allah yolunda infak etməyənlər yoxmu? İşte onlara ələm verici bir əzabı müjdələ. Bu pullar cəhənnəm ateşində qızdırılıb, bunlarla onların alınları, yanları və kürəkləri dağlanacağı gün onlara deyilir ki, işte bu özünüz üçün topladığınız sərvətdir. Artıq yığmaqda olduğunuz şeylərin əzabını dadın. Tövbə surəsi 34-35-ci ayətlər. İmam Qurtubi bu görüşü, Əbu Zər radiyallahu anh'ın bu görüşünü ileri sürüb, uca Allah müsəlmanlara fətihləri müyəssər qılıb, onlara maddi imkanlar baxımından genişlik verincə, Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem 200 dirhəmdə 5 dirhəm, 20 dinarda yarım dinarın, yəni 40'da birin zəkat olaraq verilməsini əmr etdi. Hamısının verilməsini əmr etmədi. İmam Qurtubi bu şeyi önə sürür. Xülasə, ümməti Muhammedin qıtlıq, aclıq və zərurət halında olduğu, verilən zəkatın ehtiyacı qarşılamadığı zamanlarda sadəcə zəkat verməklə kifayətlənmək caiz deyildir və bu ayətin təhdidindən qurtarmaz. İnfaq, sədəqə və xeyratı artırmaq lazımdır. Məsələn, bugün Qazzədəki qardaşlarımız zülüm altındadır. Binaları yıxılmış, malları qəsb edilmiş və yox edilmiş vəziyyətdədir. Bizim onlara zəkat xaricində də infaqda bulunmağımız, yəni sədəqə verməyimiz zəruridir. Suriyə, Sudan, İdlib və bənzəri İslam bölgələri də bu haldadır. Daima artırmaq. Möhtərəm atam Musa Əfəndi rahmetullahi aleyh tələbələrinə bir müsəlmanın ən az zəkatı qədər xeyratı olmalıdır deyərdi. Yəni, zəkat bəllidir. Yəni, 40'da birini ayırdın, ən az o zəkatın qədər də il ərzində sədəqən olmalıdır verdiyin. Özü daha çox verərdi. Tələbələrinin də ən az zəkatları qədər bir fəzilət ölçüsü olaraq ayrıca infaqda bulunmalarını təlqin edərdi. Çünki Cenab-ı Hak belə buyurur. Allah müminlərdən canlarını və mallarını özlərinə veriləcək cənnət qarşılığında satın almışdır. Tövbə surəsi 111-ci ayət. Bu ayət kərimə gərəyincə bir mömin sadəcə zəkatla deyil, ehtiyac
artığını, malını infak etmək surətilə də Allahın rizasına talib olmalıdır. Müsəlman hər zaman etdiyini az görəcək, daima daha çox xeyir eləmə iştiyakı, istəyi içində yaşayacaq. Yardım etmə sevinci. Həzrəti Əli radiyallahu anh buyurur, İki nemət vardır ki, məni hansının daha çox sevindirdiyini bilmirəm. Birincisi, bir kimsənin ehtiyacını qarşılaya biləcəyimi ümid edərək mənə gəlməsi və bütün səmimiyyətlə məndən yardım istəməsidir. Yəni, mənim işimi görər deyib, mənim yanıma gəlməsidir. İkincisi də, Allah-u Teala'nın o kimsənin arzusunu mənim vasitəmlə yerinə gətirməsi yaxud asanlaşdırmasıdır. Əlində imkan varsa verər və yaxud da birisinə göndərər ki, o sənin işi həll eləyər və yaxud da rica eləyər ki, bu adamın köməkliyi ilə onun işini həll etsin. Bu ikisindən biri hansı daha çox məni sevindirir bilmirəm deyir. Bir müsəlmanın sıxıntısını həll etməyi, dünya dolusu qızıl və gümüşə sahib olmağa tərcih edərəm. Hədis şərifdə buyurulur, Əddəllü aləl xayri kəfəilihi. Xeyrə vəsilə olan xeyri edən kimidir. Rəvat Tirmizi. Xeyir işlərində vəsilə olana da Allah eyni əcri verməkdədir. Yəni, verirsən ki, bu sədəqəni apar filan kəsə çatdır, o ortada aparıb verən də eyni savab əldə edir. Və yaxud da birisinə rica edirsən ki, filan kəs kasıbdır. İndi, məsələn, statistikdə görsən ki, bəzi qazi ailəmiz, qazi qardaşlarımıza və yaxud da xəstəsi olanlar paylaşırıq da, yəni. Adam bizim statistikə baxır, oradan neynir? Oradan o qaziyə və yaxud da o xəstəyə bir miqdar dəstək olur. Yəni, xeyrə vəsilə olduğun üçün sən də eyni savabı əldə eləmiş olursan, yəni. Yəni, xeyr işlərə səbəbkarlıq eləmək lazım, yəni. Ayət-i kərimədə məhşər günündə hər cür neymətdən hesaba çəkiləcəyimiz bildirilməkdə. Ayət-i kərimə nə buyurulur? Sümmə lətüsəlünnə yevmə izin ani nəim. Sonra o gün, qiyamət günü verilən hər neymətdən hesaba çəkiləcəksiniz, sual olunacaqsınız. İnfakın bir mənası da nail olduğumuz neymətlərin şükrünü bir nəbzə olsun əda edə bilmə qeyrətidir. Cənab-ı Haq bizə göz və görmə neyməti verdi. Bu neymətdən məhrum olsaydıq və görə bilmək üçün nə verərsən desələrdi, bütün dünyaya sahib olsaq hamısını verərdik. Nail olduğumuz və bir çoxundan xəbərdar belə olmadığımız necə neymətlərlə pərvərdəyiz. Yəni, necə neymətlərlə mərzuq olmuşuq. Qəlbimiz, böyrəyimiz, qaraciyərimiz, ağciyərimiz, vücudumuzdakı onca sistemlər ahəng içində çalışır. Yediyimiz çeşit ləzzətli qidalar, içdiyimiz bərraq, sərin və şirin sular, əlbisələrimiz, paltarlarımız, saymaqla bitirə bilmədiyimiz, buyurulan, saymaqla bitirə bilməzsiniz buyurulan, yəni İbrahim surəsi 34-cü ayətdə, Nahl surəsi 18-ci ayətdə Allahın neymətlərini saymaq istəsən, sayıb bir qurtara bilməzsiniz. Ayət kərimdə elə keçir. Saysız neymətin şükrü üçün biz də bol-bol infak halında olmalıyıq. Bəlaları dəf edər. Nə? Hüdayi Həzrətləri anladır. Bir zamanlar əri cütcü olan, yəni əkinçi olan bir xatun vardı. Bir gün tam süfrədən qalxdıqları əsnada bir fəqir gəldi və yiyəcək bir şey istədi. Yeməkləri bitmişdi. Qadıncığaz mazur gör, yalnızca bu qaldı deyərək ağzına götürəcəyi son loxmanı fağıra, kasıba verdi. Bu xanım bir gün əri və yeni doğulmuş xanımı, bəbəsi ilə, uşağı ilə, çağası ilə buğda tarlasına getdi. Qundağında yatan bəbəyini, balasını, çağasını bir yerə buraxdı və ərinin biçdiyi buğda dəstələrini toplamağa başladı. O əsnada bir qurd oraya gəldi və o qundağdakı bəbəni qapıb apardı. Bunu görən qadıncığaz pərişan oldu. Balam, balam deyə acı-acı fəryad edərkən bir də nə görsün? Qurdun boğazına möhkəmcə yapışan biri o məsum balanı qurdun ağzından alıb sağ salim gətirdi və bu loxma o loxmaya qarşılıqdır dedi.
Allah o kasıba verilən loxma var ya. Bu loxma o loxmaya qarşılıqdır dedi. Yəni qurdun loxması olacaqkən balanın heç bir zərər görmədən sənə təslim edilməsi o fağıra verdiyin loxmanın qarşılığıdır dedi. Sədəqənin bəlaları dəf etməsinə nə gözəl bir misal. Bu qısa metrajda film də çəkilmişdi, xatırlayırsınızsa. Bir neçə quldur, soyğunçu dükana girirlər, biri qapıda dayanır, biri çöldə, küçədə dayanır, bir-birlərinə nəzarət ilə xəbər verirlər filan ilə. Ən son biri gəlir, biri qapıda dayanmış, o birisi də gəlir dükançıya nəyin varsa çıxart deyə belə şey deyir, qoymasın deyə əlində bıçaq, tapança nəsə. Birdən qapıdakı deyir ki, nə aldınsa geri ver, həmən çıx sölə. Sən nə qarsın, nə deyirsən, şey eləyəndə deyir ki, sən dedim ki, nə aldınsa çıx sölə, qoy ura çıx sölə, yoxsa beynini dağlarım, öldürərəm səni. Nəsə məcbur qalır, çıxır o soyan, o birisi yoldaşına çıxır çölə, deyir ki, nə oldu, niyə soymadıq? Deyir ki, mən həmən o dükançı kişinin uşaq vaxtı, atam ölmüşdü, filan eləmişdi, onun çörəyi sayəsində ölmədik, aclıqdan qurtardıq. Yəni, o bizim ailəmizə davamlı ərzaq yardım edirdi. Adam vaxtilə verdiyi o loxmalar bir gün gəlib, toplanıb, yəni soyulmaqdan və öldürəcəkdilər də üstəlik. Yəni, soymaqla da kifayətlənməyəcəkdilər. Ömrün bərəkəti. Təfsirlərdə yer alan bir rəvayətə görə Allah-u Teala peyğəmbərlərindən birinə vəhy edərək belə buyurdu. Mən filan qulumun ömrünün yarısını fağırlıq, yəni kasıblıq, yarısını da zənginliklə keçirməsinə hökm etdim. Hansını əvvəl istərsə onu verəcəyəm. Özünə soruş, arzusunu bəyan etsin buyurdu. O peyğəmbər bu adamı çağırdı və gələn vəhyi xəbər verdi. Adam salihə bir xanım olan zövcəsi ilə, xanımı ilə istişarə etmək istədiyini söylədi. İstişarəsi üzərində də xanımı belə dedi. Zənginliyin əvvəl olmasını tərcih et. Adam zənginlikdən sonra kasıblıq çətindir. Fəqirlikdən sonra zənginlik isə çox şirindir. Dediysə də xanımı bu xüsusda mənim dediyimə bax, qarşılığını verdi. Arvadın sözünə baxmaq lazımdır. Adam o peyğəmbərə gəlib əvvəlcə zənginliyi tərcih etdiyini bildirdi. Allah-u Teala ona bütün zənginlik qapılarını açdı, böyük bir bolluq və bərəkətə qovuşdu. O fərasətli xanım ərində dedi ki, əgər bu neymətin ömrünün sonuna qədər davam etməsini istəyirsənsə, Allahın qullarına qarşı cömərd ol. Özünə bir paltar aldığın zaman mütləq bir fağıra da paltar al. Bu adamın ömrünün ilk yarısı belə bolluq içində və şükür ilə keçincə Allah Teala o peyğəmbərinə belə vəhy etdi. Mən o qulumun ömrünün yarısını zənginliklə, yarısını da yoxsulluqla keçirməsini təqdir etmişdim. Fəqət o qulum bütün nemətlərimə şükür etdi. Şükür isə nemətin artmasını və davamını gərəkli qılar. O salih quluma ömrünün geri qalan qismini də zənginliklə keçirməsini təqdir etdiyimi müjdələ. Ləyin şəkərtim ləzidənləküm. Şükür eləyərsə neymətimi artırırım deyir. Şükür də verməkdən keçir. Yəni, sadəcə əlhamdülillah deməkdən keçmir. Zəkatın ictimai faydası. İslamda mülk nə toplumundur, nə də fərdlərindir. Yalnızca Allahındır. Allah qullarına malı əmanətən verir və onlardan israf və xəsislikdən uzaq bir şəkildə təsarruf etmələrini istəyir. Ruzisi ehtiyacından çox olanlar Allahın təyin etdiyi sərhədlər çərçivəsində bir həyatdan arta qalan riyadan və əziyyətdən mühafizə olunmuş bir şəkildə infaq etməlidir. Riyadan və əziyyətdən. Riya nədir? Cəmaatın içində göstəriş. Yəni, Allah bunu cəmaatın içində gizlidə vermək, təhlükdə vermək imkanı var. Cəmaatın içində şey deyir. Riya bu. Yəni, gözə soxmaq. Əziyyət nədir?
Sən belə şeylər vermədim mən. Mən verdiyim kostyum niyə geymirsən filan. Danqıldatmaq, başına taqqıldatmaq. Ayət yerində elə deyilir. Lə tubdilu sadaqatukum. Sədəqələrinizi iptal eləməyin, boşa çıxartmayın. Bilmənni vəl əzə. Başa qaxaraq, əziyyət verək, sədəqələrinizi boşa çıxartmayın. Mən çətirim olmasaydı, sən nə günə düşərdin? Yəni, həmən məsələ. Xatırladınız da o məsələ. Mən çətirim olmasaydı, sən nə günə düşərdin? Belə olardım, deyir. Zəkat verənlə verilən kişi arasında səmimiyyət və məhəbbət bağının qüvvətlənməsinə, pərçinlənməsinə səbəbdir. Zəkat və infaq cəmiyyətdə zəngin ilə fağır arasında uçurum meydana gəlməsinə mane olur. Zənginlərə qarşı könüllərdə meydana gələcək sərvət düşmanlığını və həsədi azaldır. Zəkat və infaqın haqqı ilə əda edildiyi toplumlarda, cəmiyyətdə üsyanlar, ixtilallar və küçə hərəkətləri görülməz. Dramlar yaşanmaz. Hətta 5-ci xəlifə adı ilə məşhur olan Ömər bin Abdülaziz rahmetullahi dövründə zəkat və infaq elə cömərtcə infaq edildi ki, bir çox İslam bölgəsində zəkat veriləcək bir kasıbı tapa bilmədilər. Çarə olaraq bu pullar kölə azadına sərf edildi. Yəni, sosial ədalət o qədər bərabərləşmiş ki, zəngin o qədər infaq edib, o qədər zəkatını verir ki, fağır aşağıdan yüksək sosial bərabərlik. Yəni, zəkatı verəcək kasıb adam tapa bilmirlər. Hər kəs nisab miqdarı mal üstündə mala sahib. Ən sonunda kölə azad edilməsinə xərcləyirlər bu şeyləri. Birrə çatmaq. Zəkatın mali ibadətlərin ən aşağı sərhəddi, hüdudu olduğunu düşündüyümüzdə Cenab-ı Haqqa yaxınlaşmaq xeyirli əbrardan bir qul olmaq üçün zəkatın kifayət gəlməyəcəyi anlaşılır. Ayət-kərimdə buyurulur: "Lən tənəllül birrə hattə tunfiqu mimmə tuhibbun." Sevdiklərinizdən infaq etmədikcə birrə, yəni xeyrin kəmalına çata bilməzsiniz. Ali İmran surəsi 92-ci ayət. Sahabe-i kiram bu ayət-i kərimənin əhatəsinə girə bilmək üçün ən sevdikləri, ən qiymətli mallarını Allah yolunda infaq etdi. Fəqir olanlar belə yövmiyyəli, yəni günlük işlər görüb ücrətini infaq etdi. Əmək haqqısını verdi Allah yolunda. Səhabədən Həzrəti Cabir radiyallahu anh deyir ki, imkanı olub da vakıf qurmayan, vakf etməyən heç bir sahabə mən bilmirəm. Yəni adamın əlində imkanı varsa, o vakf etməyən bir sahabə tanımıram deyir. Möhtacın infaqı. Cenab-ı Haqq Qur'an-ı Kərimdə o təqva sahibləri ki, bolluqda da, darlıqda da Allah üçün infaq edərlər buyurulmaqdadır. Əl-İmran surəsi 134-cü ayət. Bunun üçündür ki, Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem Efendimiz əshabına darlıqda belə infaqda bulunmağı təlim buyurmuşdur. Bir xurmadan başqa heç bir şey olmayan belə yarım xurmayla da olsa infaqa təşviq etmişdir. Bir xurması olan belə yarım xurma verərək infaqa təşviq olunur. Yəni, yeri gəldiyində zəkat alanın belə imkanı nisbətində infaqda bulunması icab edər, gərəkər. Səhabe-i kiram fağırları və süffə əhli infaq ayətləri nazil olduğunda onların şümulünə, daxilinə, əhatəsinə girə bilmək üçün dağlardan odun topladılar. Hamballıq kimi yövmiyyəli günlük işlər gördülər. Qazançlarından infaq etdilər. Ayət-i kərimdə buyurulur: bunu bilin ki, xeyir yolunda nə xərcləyərsinizsə, Allah onun yerinə yenisini lütf edər. Səbə surəsi 39-cu ayət. Hədis-i şərifdə buyurulur: hər sabah 2 mələk enər. Biri belə dua edər: ya Rabbi, sənin yolunda xərcləyənə buna qarşılıq sən də yenisini ehsan eylə. Digəri də belə dua edər: ya Rabbi, xəsislik edənin malını tələf et. Rəvah Buxari Müslim. Həzrəti Əli radiyallahu anh buyurur: yoxsul düşdüyün zaman sədəqə verərək Allah ilə ticarət et. Yəni, sən ver ki, Allah da sənə versin. Mələklərin duası rədd olmaz, qardaşlar. Ya Rabbi, xəsislik edənin malını tələf et,
o birisi də ya Rəbbi, sənin yolunda xərcləyənə buna qarşılıq sən də yenisini ehsan elə. 2 mələk belə dua eləyir hər sabah. Hər sabah bu da yəni güncəldir yəni. 1400 il əvvəl söylənib, indi söylənmir deyə. Hər gün söylənilir bu dua. Ona görə mələklərin duası qəbuldur. Tak что, təbir caizsə. Yəni, hər kəs nə tər zəngin, öz dilimizə danışır, nə tər zəngin olmaq istəyiriksə, yəni bilək. Allah Teala söhbətimizi qəbul eləsin. Bizi həm zəngin eləsin, həm könül, həm maddi zəngin eləsin. Biz də Allah yolunda infak eləyək. Dualarımızın qəbulü üçün, Allah rızası üçün Əl-Fatiha.